Hər kəsə salam, mən Gündüz, Horizont Akademinin marketinq rəhbəriyəm. Biz qərara verdik ki, bu gündən səhifəmizdə müəyyən bir informativ videolar paylaşaq. Bunun əsas səbəblərindən biri, yəni ümumi götürsək iki səbəb var. Biri odur ki, bizə bir çox suallar ünvanlanırdı xarici təhsillə bağlı və biz gördük ki, insanlar bu sahədə maarifləndirilməsi lazımdır. Müəyyən bir məlumatları var, amma bunu daha da dərinləşdirmək lazımdır. İkinci bir məsələ də odur ki, akademiyamızın müəyyən bir xidmətləri var ki, insanlar bundan çox da detallı məlumatlı deyil və bunlarla bağlı da sizə mütəmadi olaraq məlumat vermək istəyirik. Mən şirkətin marketinqçini görürəm, amma əsas şirkətin arxa hissəsində tələbələrlə birbaşa çalışan, onları doğru universitetlərə yönəldən və təhsilin yol xəritəsini cızan şəxslər Əkbər bəy və Həsən bəydir. İstəyirəm bu gün bu haqqda detallı informasiyanı daha çox onlar versin. Başlayaq şirkətin qurucularından biri olan Həsən bəydən. İlk öncə istəyirəm həm təqdim eləyəsiniz özünüzü, insanlar tanısın və başlayacağam bizə daha çox gələn sualları sizdən soruşmağa. Hər kəsə salam, mən Həsən Əzov. 2021-ci ildə Horizont Akademini qurmuşuq. Yəni qurduğumuz zaman əsas məqsədimiz çox yaxşı, keyfiyyətli bir şəkildə xidmət göstərmək olub və düşünürəm ki, bunu edə bilirik. Ümumiyyətlə proses necə başladı? Necə qərar verdiniz ki, keçən səfər oturmuşduq da sizin coffee shopda. Ümumiyyətlə bu podkastı çəkməmişdən əvvəl biz qərar verdik ki, bir müzakirə eləyək. Qısa da olsa bir hekayəni paylaşaq sizlə. İstəyirəm ki, o hekayəni siz bölüşəsiniz izləyicilərlə. Ki, bəs necə başladı bu prosesə, necə oldu məsələlər? Özüm xaricdə təhsil almaq istədiyim zaman bir şirkətə müraciət etdim. O şirkətlə bəzi problemlər yaşadıq biz. Bu həm maddi bir sıxıntı oldu, həm də mənəvi bir problem oldu mənim üçün. Ondan sonra Azərbaycanda bu sferada olan şirkətlərin bir çoxunun belə bir problemlər yaratdığını gördük və bir tələbə olaraq mən bu şirkətə açdım. Oxuduğum zaman artıq bu şirkət var idi, təhsil aldığım dövrdə. Əsas məqsədim köhnə şirkətlər, bazarda 20 ilə yaxın olan, 15 ildən çox olan şirkətlər var ki, bunların rəhbərləri artıq yəni müəyyən bir yaşa gəlib çıxmış insanlardır, 40, 45, 50 yaşında olan insanlardır və onlar bir tələbə kimi düşünüb, tələbə kimi baxa bilmirdilər bu məsələyə. Bizim yenilik gətirdiyimiz məsələ oldu ki, yəni bir tələbə olaraq bu şirkəti qurdum və bir tələbə nə düşünür, nə istəyir, o xaricə gedəndə hansı çətinliklərlə üzləşir, yəni bunları aradan qaldırmaq üçün əsas məqsədimiz bu oldu. Yəni problemi görürsən, müəyyən bir təklif sunursan bazara. Azərbaycanda olan tələbələrin və ya təhsil almaq istəyən şəxslərin əksəriyyəti istəyir ki, daha çox Birləşmiş Krallıqda, İngiltərədə oxumaq istəyir. Bunun əsas səbəblərindən biri nədir? Ümumiyyətlə İngiltərədə təhsilin üstünlükləri daha çox nələrdir? İstəyirəm başlayaq Əkbər bəydən bu sualda. İngiltərədə təhsil almanın əsas səbəblərindən biri yüksək nüfuzlu universitetlər və təhsil səviyyəsidir. Buna misal olaraq göstərə bilərik ki, dünyanın top 10 universitetinin 4-ü İngiltərədə yerləşir. Bu da ondan sübutdur ki, İngiltərə artıq təhsil səviyyəsində özünü təsdiqlənmişdir. Formalaşdırıb artıq. Eyni zamanda buna paralel olaraq deyə bilərik ki, İngiltərədəki universitetlər verilən diplomlar, belə deyək, bütün beynəlxalq şirkətlər tərəfindən tanınır. Beynəlxalq akkreditasiyaya sahibdir eyni zamanda. Yəni dünyanın bütün hər tərəfində işləmə imkanı var oradan məzun olan bütün tələbələr. Eyni zamanda bunu da misal göstərə bilərik ki, İngiltərə məzun olan tələbələrinə oranı bitirmiş tələbələrinə ondan sonra 2 illik işləmə izni verir. Tələbələr burada özünü artıq sınaya bilirlər, iş təcrübəsi qazana bilirlər və CV-lərini daha peşəkar doldura bilirlər. Bu izin dediyimiz sırf İngiltərədə oxuduğu ixtisas üzrə, yoxsa harda istəyirsən ged işlə məsələsi? Yox, işləmə izni verir ki, işləmə icazəsi verir. Yəni tələbə artıq orada özünü istədiyi sahədə sınaya bilər, yoxlaya bilər. Aydındır. Və ümumiyyətlə baxın, bir çox universitetlər var da İngiltərədə və burada da fakültələr var, ixtisaslar var. Bunu nəyə əsasən biz müəyyənləşdirə bilərik ki, məsələn bizə müraciət edən tələbələr olur, mən özüm də görürəm də. Adamın məsələn valideyni həkimdir. Deyir ki, mən həkiməm də, istəyirəm mənim övladım da getsin həkimlik oxusun. Bəzi şirkətlər var ki, indi mənim tanıdığım bir neçə şirkətlər də var bazarda. Adamlar elə birbaşa istəyə baxır, istəyə uyğun da tələbəyə deyir ki, "Okay, sən bunu istəyirsənsə elə mən ümumdə bunu sənə yönəldəcəm." Bir növ şirkətlər də var ki, onların məqsədi odur ki, mənim istədiyim ümumi ixtisaslara gedəsən. Yəni hər şey qalır qıraqda mən. Amma bunu belə deyim də sualı ümumiləşdirsək, daha çox təklif nədir, tələb nədir, hara getsə bu adam 5 il sonra da, 10 il sonra da bu ixtisasda aktiv qala bilər. Çünki elə dövr yaranır ki, məsələn, neft-qaz mühəndisliyi ixtisası var. Bir dövr əvvəl Azərbaycanda bu çox aktual idi. Amma indi baxsaq, neft-qaz sahəsində təhsil almağın çox da əhəmiyyəti qalmayıb. Artıq neft rezervuarları məsələn tükənir. İndi nədə təhsil almaq, nədə oxumaq daha yaxşıdır ki, bunu necə müəyyənləşdirə bilərik ki, insanları daha doğru istiqamətə yönləndirə bilərik? İlk öncə valideynlə danışdıqdan sonra tələbə ilə görüşürük. Çünki valideyn gəlir məsələn deyir, "Okay, siz dediyiniz kimi mən həkiməm, övladım da həkim olsun" və yaxud valideyn başqa bir sahədə çalışır, amma dövr indi IT dövrüdür. İstəyir uşağı IT sahəsində oxusun, computer science oxusun, amma tələbənin özünə danışdıqdan sonra aşkar olunur ki, tələbə IT sahəsinə marağı yoxdur və yaxud başqa mühəndisliyə, həkimliyə marağı yoxdur. Tələbə
maliyyə üzrə getmək istəyir və yaxud biznes üzrə, analitik üzrə getmək istəyir. Yəni ilk öncə biz onu müəyyənləşdiririk ki, tələbə özü nə istəyir və tələbə özünü 5 il sonra harda görəcək, harda görür. Əsasən bunları birinci müəyyənləşdirmək lazımdır ki, əsas tələbənin məqsədi nədir? Yəni ondan sonra ixtisas seçim etmək daha məqsədyönlü və daha uğurlu olur həm tələbə həm də valideyn üçün. Çünki ortada gedən müəyyən maddiyyatlar var. Yəni o maddiyyatların xərci yox da kapital olmaq üçün bunlar əhəmiyyətlidir. Yəni ümumi götürsək, tələbənin iki şeyi nəzərə alırıq da belə ümumiləşdirsək. Bir tələbənin öz istəkləridir, ikincisi də dövrün tələbidir. Bunun ikisini birləşdiririk. Bunu dövrün və bazarın belə əlbəttə, yəni bazarın tələbidir. Keçən səfər bir şeyə baxırdım. Bəs Elon Musk deyir ki, da artıq tibbi sahədə nələrsə öyrənməyə ehtiyac yoxdur. Bu sahədə ixtisaslaşmayan, bu sahəni artıq bütün süni intellekt əvəz eləyəcək. Bununla bağlı nə düşünürsünüz? Sonra mən öz fikrimi deyəcəm. Bununla bağlı mən düşünürəm ki, müəyyən bir hissə var ki, onu süni intellekt əvəz eləyə bilər. Amma yəni mən düşünmürəm ki, hansısa süni intellekt və ya robot girib ürək əməliyyatı, beyin əməliyyatı eləyəcək. Yəni bunu düşünmürəm. Yəni ümid edirəm ki, etməzdir. Ümid edirəm. Ümumiyyətlə bu indiki dövrdə ixtisas seçimi, xüsusilə xaricdə təhsilə boyda investisiya eləyirsən ki, gedəcəm, oxuyacam, işləyəcəm. Çox sürətli dəyişir. Da tez-tez dəyişir. Ona görə mən düşünürəm ki, Əkbər bəyin dediyi kimi ən yaxşı seçim elə birinci adamın bacarığına baxmaqdır ki, və ikinci də MBA tərzində ixtisaslar daha effektiv ola bilər də, mən belə düşünürəm. Ümumi götürsə indi oxumaq üçün yəni hər hansı bir valideyn olur da, yəni bizdə gəlir valideyn çərçivəlir ki, bəs nə məsləhət görürsən, övladımı hara yönləndirəyim? Bəzən də buna lazımdır ki, konkret cavab vermək. Bura yönləndirsən daha yaxşıdır. Ümumi götürsə, hər şeyi ümumiləşdirsə, indi oxumaq üçün ən yaxşı ixtisaslar hansılardır? Ən yaxşı ixtisaslar deməzdim. Bu yəni insana görə dəyişir. Mənə görə biznes fakültələri, maliyyə, ekonomika bunlar daha yaxşıdır. Başqa tələbəyə görə IT sahəsi daha maraqlıdır. Yəni o yüzdən bunu net demək doğru olmaz deyə düşünürəm. Amma bu gün məsələn bazar tələbatına uyğun olaraq maliyyə ixtisaslarıdır, biznesdir. Yəni bu tip ixtisaslar bu gün Azərbaycanın tələbələri daha çox İngiltərə universitetlərinə və Dubayda yerləşən İngiltərə universitetlərinə üst tuturlar. IT sahəsi də yəni İngiltərədə çox yaxşı inkişaf edib, yəni bu statistika da bunu göstərir. Amma IT sahəsində məsələn tələbələr Estoniyada da təhsil almağa üstünlük verirlər, Amerikada da üstünlük verirlər. Bundan əlavə hüquq təhsili. Hüquq təhsili biraz bizdə problemdir. Yəni problem dediyim əslində problem deyil. Bəzi insanlar düşünür ki, xaricdə oxuduqları hüquq təhsili Azərbaycanda tanınmır, amma tanınır. Sadəcə tanınma proseduru biraz daha fərqlidir. Və buna görə bəzən tələbələr hüquq ixtisasını oxumaq istəsələr belə xaricdə düşünürlər ki, Azərbaycanda tanınmayacaq, ona görə fikirlərindən dönürlər. Amma mən deyərdim ki, yəni kimsə hüquq oxumaq istəyirsə, yəni bu sahədə öz karyerasını görürsə, yəni xaricdə də oxuya bilər və o diplomları Azərbaycanda tanıda bilir. Təbii ki, diplom akkreditasiyalı bir universitetdən alınıbsa və tanınan bir universitetdən alınıbsa. Bəs ümumi illiklər, illik haqqları nə qədər olur İngiltərə universitetlərinin? İngiltərə universitetlərində ortalama illik haqqı başlayır 14.000 funt sterlinqdən. Bu yəni 60-70 min funt sterlinqə qədər dəyişir. Yəni çox deyil məncə. Bu valideynin tələbə üçün etdiyi bir yatırımdır. Yəni hansı ki bu gün İngiltərədə ortalama belə deyək də bir məzun yəni illik qazancı 40 min funt sterling civarındadır. 40-50 min qazana bilir. Yəni bu statistikalarla götürəndə xeyr, yəni çox deyil. Təbii ki, indi bəziləri düşünür ki, mən gedib İngiltərədə təhsil alacağam, sonra gələcəm Azərbaycanda 1000 manat, 2000 manata yəni ən yaxşı hallarda maaş alacağam. Amma bunlar biraz daha fərqli yanaşılmış mövzulardır. Amma mən elə baxmadığım üçün və bizdən gedən tələbələrin də bir çoxu o şəkildə baxmır bu mövzuya. Onlar özlərinə investisiya kimi baxırlar və qlobal bir network qazanırlar orada. Yəni ki, bu qlobal networkdə onlar gələcəkdəki həyatlarında düzgün istifadə etsələr, Əkbər bəyin bayaq vurğuladığı kimi, qoyduqları pul onlar kapital olaraq geri dönüş edir. Təkcə təhsil almaq yox da. Baxın, mənim bir tanışım var. İndi böyük bir şirkətlərdə marketinq rəhbəri vəzifəsində çalışır. Adamın dediyi bir söz var. Deyir, mənim həyatımı dəyişən ən böyük şeylərdən biri məktəb vaxtı bizi hansısa bir yolla İngiltərəyə gedib orada müəyyən bir vaxt keçirdi. Bir ay civarı orada yaşayıb, qayıdıb. Düzdür, deyir, orada gedib hansısa bir kursa getmədim, hər hansı bir yerə getmədim, amma belə gəzirdim ətrafı, nə bilim Big Benin yanına gedirdi, adi marketə girirdim, söhbət eləyirdim. O dövrdən sonra mənim həyatım deyir, həm çevrəm dəyişməyə başladı. Yəni təkcə bir ay adamın orada vaxt keçirməyi bütün bunun baxış açısını dəyişib əslində həyata. Düz deyil, o demək deyil ki, hələ hər İngiltərəyə gedib bir ay yaşayan gəlib alim olacaq. Bu da düz deyil, amma mən düşünürəm ki, hər hansı bir formada cəmiyyəti dəyişib daha üst kateqoriya bir cəmiyyətə keçmək insanın həyatında müəyyən bir müsbət tərəfə dəyişikliklər eləyə bilir. Sadəcə olaraq orada insanlar bir tək millət olmadığı üçün, məsələn, orada 20-30 fərqli ölkədən
insanlar tanıdığı üçün artıq insanlar bir-birindən ünsiyyət qurmağa, sosiallaşmağa daha çox kömək olur. Nəinki məsələn Azərbaycanda oturub və yaxud öz ölkəsində oturub gəzməkdənsə çıxıb xaricdə İngiltərəyə məsələn orada bir neçə başqa fərqli millətlərlə görüşür, özünə network yaradır. Artıq bu onun üçün ünsiyyət bazarını inkişaf etməyə kömək edir. Bəs İngiltərə universitetlərinə və ya götürsək Avropa universitetlərinə qəbul olmaq üçün IELTS-də, TOEFL-da, SAT-də müəyyən bir ballar tələb olunur da. Bunun minimalı, maksimalı nə qədərdir, nə etməliyik? Bu əslində fakültədən fakültəyə və universitetdən universitetə dəyişən bir şeydir. Normalda standart bakalavr getmək istəyən tələbə üçün IELTS 6-6-5 olsa okeydir. SAT-də 1350 və 1350 plus olmalıdır. TOEFL bəs TOEFL-la bağlı. TOEFL yəni ortalama universitetlərin istədikləri TOEFL nəticələri 80 və 80 üzəridir. Yəni bu da dəyişən bir nüansdır. Yəni məsələn Türkiyədə bəzi tibb universitetləri var ki, onlar 90 plus TOEFL istəyə bilər bakalavr dərəcəsi üçün və ya magistr üçün 90 plus istəyə bilər. Yəni bu case by casedir. Mövzunu biraz öz tərəfimizə çəkək, ayrıca tərəf çəkək. TOEFL mərkəzi burada aslında mən burada deyildim də. Səhv eləmirəmsə mən ən vaxt Avropadaydım. Necə oldu? Necə qərar verdiniz ki, gəlin yığışaq TOEFL mərkəzi olsun? Yığışaq TOEFL mərkəzi olacaq məntiqində olmadı təbii ki. Dediyim kimi bizim bu şirkəti quranda əsas məqsədimiz ən yaxşı xidməti tələbələrə sunmaq oldu. Tək TOEFL mərkəzi deyilik, Prism View, Skills for English, ITEP, yəni bir çox beynəlxalq imtahanların rəsmi nümayəndəliyi var bizdə. Yəni dediyim kimi bizim əsas məqsədimiz tələbələrə yaxşı xidmət göstərmək olub. Şirkətin açılma məqsədi odur. Yəni bunu da etmək üçün TOEFL mərkəzi olmağımız, imtahan mərkəzi olmağımız tələbələrə də biraz komfort hissi verir. Məsələn, bizdə hazırlaşan tələbələr artıq bu kursda belə deyək də bir dil hazırlığı zaten yəni sıfırdan başlayan bir tələbə üçün danışıram. Yəni ortalama 1 il, 2 il, yəni minimum 1 il, maksimum 2 il ərzində yaxşı nəticə əldə edə bilər tələbə və o artıq 1 il, 2 il eyni akademiyaya gəlir, bura öyrəşir, burada insanları tanıyır, bütün stafı tanıyır. Hansı ki, məsələn, o imtahana bizim mərkəzdə girəndə artıq o imtahana gəlirmiş kimi deyil də, yəni öz akademiyasına, öz evinə gəlirmiş kimi gəlir və artıq bizləri tanıdığına görə imtahan stresi də artıq onda az olur. Çünki hər gün gəldiyi bir məkandır, hər gün gördüyü insanlardır. Başqaları üçün biz imtahan götürən bir kurs, bir akademiya ola bilərik və başqaları üçün bir ciddi imtahan nəzarətçisi kimi görülə bilərik, sərt görülə bilər, amma artıq onlar bizdən 2 ilə yaxın bir yerdə olduqları üçün onlar üçün çox belə deyək, komfort zonaları yaranır və rahat şəkildə gəlirlər, imtahanlarını verirlər və bu onların yüksək nəticə göstərməyinə çox ciddi şəkildə təsir edir deyərdim. Razıyam. Əslində bizim bir loru dildə dediyimiz bir şey var. Tələbə bu otaqda imtahana hazırlaşır, keçir o birisi otaqda imtahan verir. Valideynlər də əslində buna görə daha rahat olur ki, yəni gələcək burada imtahanı verəcək. O imtahan stresini də azaldırır bir tərəfdən. Bilirsən ki, o birisi otağa keçəcəm də, yəni ki, hansısa bir çətin bir yerdə getmirəm. Bu cəhətdən çox əladır. Təhsil şirkətləri ilə bağlı bir-iki maraqlı suallar var. Düzdür, bunu həm bəzi hallarda bizə kimlərsə ünvanlayıb. Məsələn, xarici təhsil işi görmək çox ya kənardan asan görünür, ya da çox asanlaşıb, ya da ki, bu sahədə çoxlu qeyri-müəyyən şəxslər var da. Yəni baxırsan ki, bir gün içində dedi ki, mən təhsil işi görürəm, narahat olma, gəl səni X universitetdə işi həll eləyəcəm və s. Keçən səfər LinkedIn-də də yazmışdınız, təhsil maklerləri. Bunlar kimlərdir? Ümumiyyətlə necə eləsin ki, bu insanlar aldanmasın onlara? Çünki görürük, xəbər saytlarında paylaşdılar. Təhsilin müəyyən bir hissəsində artıq dələduzluqlar da var. Mən bu haqqda bir dəfə də danışmışdım ki, əsasən də bunlar Türkiyə attestatla gedənlərdir. Yəni xəbərlərdə də ən çox çıxanlar bunlar olurlar. Adamlar bir universitetlə anlaşmağa çalışırlar və ya anlaşırlar, sonra anlaşmaları pozulur. Bir case budur. Bir case odur ki, adamlar başqa bir şirkətlə anlaşırlar, başlayırlar tələbəni ona yönləndirməyə. Hansı ki, o şirkət özü də heç bir iş görmür, amma ona tələbə yönləndirən adamın bundan xəbəri yoxdur. Axırda problem yarananda artıq o şirkət pis bir şirkət kimi qələmə verilir ki, çünki tələbəni yerləşdirə bilmir, yəni tələbə artıq çöldə qalır. Yəni bu böyük bir problemə gətirir çıxarır. Yəni xaricdə təhsil işi şirkəti vəbşə yerində tapa bilmirsən. O məsələlər. Yəni o məsələlər də var. Onlar bildiyimiz, yəni el arasında maşinlik deyilən şirkətlərdir. Yəni bu hər il olur. Yəni elə bir il yoxdur ki, yay dövründə Türkiyə attestatla düzəldirəm deyib, yəni itən bir şirkət olmasın. Bu hər il olan bir şeydir. Ona görə mən həmişə valideynlərə də deyirəm, gələn valideynlər bizlə görüşəndə bizim fərqimizi soruşanda biz onlara beynəlxalq imtahan mərkəzi olduğumuzun, bizim İngiltərə şirkəti olduğumuzun, bütün bizim stafın hamısının
yəni İngiltərə məzunları olduğunu bildirirəm. Və bizim hədəfimiz zaten əsasən Avropa, İngiltərə, Dubay, Amerika kimi ölkələrə göndərməkdir tələbələr və buna uyğun hazırlayırıq tələbələri. Çox qarşılaşmışam mən bu кейslə ki, gəlir valideyn ki, mənim oğlumu və ya qızımı söz verdilər Türkiyədə bu dövlət universitetinə düzəldəcəklərdi, amma düzəldə bilmədilər. Nə edə bilərik? Biz maksimum əlimizdən gələn köməkləri göstərməyə çalışırıq, amma burada valideyn ciddi bir maddi itki yaşayır. Bundan əlavə bu uşağın psixologiyasına çox pis təsir edir. Xaricdə təhsil işi asan görünə bilər, amma çox məsuliyyətli bir işdir. Çünki sən bir tələbənin, yəni gələcək karyerası, gələcək həyatına toxunursan. Yəni bu işi gördüyün zaman. Yəni tələbəyə universitet seçmək, universitetə göndərmək, belə də oxuyan tələbə üçün bu qərarı sənlə bərabər verməyi, sənə də bir məsuliyyəti yükləməyi deməkdir. Dediyim kimi də bizim əsas hədəflərimiz Avropa, İngiltərə, Amerika kimi dövlətlərdə oxumasıdır tələbələrin və ora gedən tələbələr də hər hansı bir göstəricisi olaraq gedirlər. Attestatla getmirlər. Yəni bu tələbənin SAT-si ola bilər, TOEFL ola bilər, ya Foundation-ı bitirmiş ola bilər və ya IB, A-level kimi beynəlxalq proqramları bitirmiş ola bilər. Yəni ona görə deyərdim ki, xaricdə təhsil işi çox məsuliyyətli və çətin işdir. Amma bunu asan göstərən məsələ Azərbaycanda hər kəsin xaricdə təhsil şirkətin var deyərək ortaya çıxması və o təhsil makrelləri dediyimiz şəxslərin çox olmasıdır. Elə qələmə verirlər ki, yəni təhsil işi asandır, amma asan deyil. Bunun arxasında çox böyük, çətin, ağır bir prosedur durur. Ümumiyyətlə Azərbaycanda çox sahədə belə bir şeylər var. Məsələn, tikinti nümunəsindən götürsək, o qədər var, deyir ki, məsəl ev üzrə remont eləyəcək, gəlirlər pis günə qoyur, sonra ustanı da tapa bilmirsən. Bu da əslində bir növ ona bənzəyir. Gəlir deyir ki, bəs narahat olma, attestatla səni Türkiyə düzəldəcəm, sonra adamı da tapa bilmirsən, Türkiyəni də tapa bilmirsən. Yoxa çıxır hər şey. Olur hər şey, amma yəni bazarda həqiqətən attestatla Türkiyə işini görən yaxşı şirkətlər var. Yəni onların haqqına girmək olmaz. Yəni adamlar var ki, bu işi həqiqətən çox yaxşı görürlər. Necə ki biz İngiltərəni görürük. Əlbəttə. Ümumiyyətlə ixtisaslaşmaq yaxşıdır. Yəni biz düzdür, ola bilər Avropa universitetlərindən də işləyirik, Türkiyənin top universitetlərindən də işləyirik, amma bizi tanıyanlar daha çox İngiltərədən tanıyır. Yəni bu da əslində bir tərəfdən yaxşıdır da, yəni müsbət. Yəni bizim üçün yaxşıdır və bizə müraciət edən tələbələrin də yəni statistik olaraq illik baxırıq ki, %60-%65-i İngiltərə universitetlərinə və ya Dubayda yerləşən İngiltərə universitetlərinə getməyi planlayırlar. Yəni son 2-3 ildir ki, Azərbaycanda həqiqətən Dubayda yerləşən İngiltərə universitetlərinə də yəni müraciətlər çoxalıb. Çünki İngiltərədə bir həqiqət var ki, ora gedən uşaqlar biraz daha el dilində desə ayıq olmalıdır. Çünki həqiqətən oğurluq var. Yəni biz onun canlı şahidi olmuşuq Əkbər bəydən mən də. Biz ikimiz də İngiltərədə təhsil aldığımız zaman bizim bir qrup yoldaşımızın, yəni girdik, heç nə yox, bir restoran idi. Girdik ki, restoranda yemək alıb çıxaq. Sadəcə masanı Azərbaycan adəti var da, masaya öz əşyanı qoyursan ki, bu masa mənimdir. Amma orada o əşya masaya əşyanı qoydunsa, o əşya sənin deyil. Onu apardılar. Yəni belə bir şeylər var. Buna görə valideynlər də bu təhlükəsizlik baxımından yəni Dubaya üz tuturlar. Yəni eyni təhsili tələbələr, eyni təhsil keyfiyyətində, eyni təhsil, eyni diplomu Dubayda alırlar və viza proseduru da Dubayda çox rahatdır İngiltərəyə nisbətən. Tələbələr burdan da alıb gedə bilirlər və ya gedib orada yerində də vizalarını ala bilirlər. Yəni bu tip üstünlüklər valideynlər tərəfindən yəni Dubaya axını biraz daha çoxaldır. Məsələn, mən Çində yaşayan, sonra Almaniyada yaşayan mənim bir tanışlarım var da. Çindən soruşanda deyir ki, məsələn, səhər saat 5-də, 6-da durmalısan ki, həyata tutuna biləsən də, yoxsa məsələn 7-də dursan, sən hər yerə gecikəsən həmin gün. Almaniyada yaşayanlar deyir 6-da həyat sönür. Yəni 6-ya qədər nə etdin, məsələn, aptekdən falan alacaq və almalısan o şey. Almasan artıq hər yer bağlanır, qalırsan evdə, bir də qaldı səhərsi gün. Ümumiyyətlə Avropada prosedurlar çox gecikir hər şeyə görə, belə sənədləşmə falan. Məsələn İngiltərənin nəsə bir fərqli bir xüsusiyyəti var ki, ora gedən adamlar da bundan məlumatlı olsun. Mən orada belə deyim, oxuduğum, təhsil aldığım müddətdə elə siz vurğuladığınız kimi həyat saat 6-7-yə kimi davam edir, ondan sonra sönür. Düz bu şəhərin hər yerini şamil etmək olmaz Londonun, çünki müəyyən yerlər var ki, 10-7-24 işləyir, yəni Avropadakı kimi, amma yəni elə yerlər biraz çətin tapmaq olur. Yəni adi public transport belə müəyyən müddətdən sonra artıq işləmir. Müəyyən bir saatı var, o saatdan sonra həqiqətən həyat sönür, sən artıq evə girməlisən, orada evdən çıxmamalısın. Amma məsələn Avropadan üstün və fərqli cəhətlərdən biri, məsələn sərhədləşmə proseslərində adi Avropaya vizə başvurursunuz. Avropada pul ödədiyiniz təqdirdə belə vizanız 15 günə, 20 günə gəlir. Amma İngiltərədə priority viza deyilən bir şey var, hansı ki siz əlavə 500 funt ödəməklə, yəni müəyyən bir rüsum ödəməklə öz vizanızı 5 iş günü ərzində qədər ala bilirsiniz ən tez halda.
Yəni prosesləri sürətləndirmək üçün orada pul vermək olur da, belə lord dillə desək. Lord desə bəli, yəni rəsmi rüsum Rəsmi edib rüsum. biraz işlərinizi sürətləndirə bilirsiniz. Ya, həm də bu rəsmidir. Bəli. Amma Avropada adətən bu şeylər yoxdur da, ümumi götürsək. Bir çox yerində bəli yox. Avropada bu proseslər necə baş verir, ümumi götürsək? Avropada ölkədən ölkəyə çox dəyişir, ciddi dəyişikliklər var. Mən bakalavrımın 2 ilini İsveçrədə oxumuşam. İsveçrədə oxuduğum zaman biz vizaya müraciət edəndə 1 aya təhsil vizasını almışdıq. Məsələn, Macaristanda da bu gün eyni çətinlik yaşanılır. Yəni bu tip çətinliklər var Avropada. Plus məsələn mən orada yaşadığım dövrdə 1-ci il mənim oturum residence permit deyirik də, o bitdi, oturum kartım. 2-ci il ona müraciət edəndə normalda standartlarda mənə 2 həftəyə gəlməli idi, amma mən 8 həftəyə gəldim. Yəni bu tip şeylər olur, amma İngiltərədə bu daha rahatdır. Yəni əvvəl BRP sistemi idi. Tələbə burdan başvuru edirdi və vizası çıxırdı və 10 gün ərzində onun oturum kartı hazır olurdu BRP-si və ona bir məktub verildi. O məktubun içərisində qeyd olunur ki, hansı ərazidən, hansı post ofisdən götürməlidir və ya universitetdən götürməlidir BRP-sini. İndi düzdür, daha da rahatlaşdırıblar. Elektron versiyaya keçirdiblər deyə. Yəni artıq elə student viza alanda residence permiti bir də almış olursan, yəni aktivləşdirirsən. Rahat şəkildə gedirsən. Keçiblər, share kod paylaşdırır, share kod vasitələr də ölkənin sərhəddən rahat keçə bilirsiniz. Çox yaxşı. Baxın, tələbələrin özləri də əslində bir yerdə düşünür ki, məsələn, universitetdir, veb-saytı var, necəsə bir yol tapıb ona mən apply eləyə bilərəm də. Hətta məsələn, düşünür ki, UCL-ə özüm apply eləyə bilərəm, girir Gemini-yə yazır, nə bilim, ChatGPT-yə yazır, araşdırır. Hətta keçən səfər belə bir hal yaşanmışdı. İnsanın yönəltdiyi sayt bir başqa bir veb-sayt olmuşdu. Yəni əslində müraciət edə biləcəyi sayta oxşar bir platforma olsa da tam başqa yerə. Onu da izah edirəm ki, yəni bunun bir dataları çəkdiyi bir yeri var da. Gemini-də ChatGPT bunu Google-dan çəkir. Ən çox tanınan sayt hansıdırsa və ya orada müəyyən bir indi qarışıq məqamlar da var. Yəni səni səhv yerə də əslində yönləndirə bilər. Belə ümumiyyətlə bu uyğundur, düzgündür ki, kimsə özü apply eləsin, heç bir təhsil şirkətinə getmədən. Mümkündür. Yəni mümkündür sualın cavabı, bəli mümkündür. Amma öz başına etməyi səhvdirmi və ya doğrudurmu? Bunu biz deyə bilmərik. Yəni adam var ki, şəxsi işidir, yəni ora apply eləmək istəyir. Amma məsələn agentlərlə işləməyin üstünlüyü odur ki, agentlər artıq yəni şəxs olan insan etdikcə öyrənir. Məsələn, özü apply eləyəcək, öyrənəcək. Hər hansı bir orada problem çıxsa sənəddə onu necə aradan qaldırmalıdır. Yəni bu tip viza prosedurunda adətən çətinlik çəkirlər, özləri başvuru edən tələbələr. Hətta biz çox кейs olur ki, yəni tələbə özü qəbul alıb universitetdən, gəlir bizə deyir ki, sadəcə viza prosedurunda bizə kömək edin və ya yataqxana tapılmasında bizə kömək. Agentlə işləməyin üstünlüyü odur ki, məsələn, agentlərin özünün xüsusi anlaşmaları olur universitetlərlə. Məsələn, bizim İngiltərədə bəzi universitetlər var ki, onlarla anlaşmalarımız var. Bizim orada 30% endirimimiz olan universitet var, 20% endirimimiz olan universitet var. Yəni tələbə özü başvuru eləsə, oradakı təhsil haqqı nədir onu ödəyəcək. Amma bizlə müraciət etsə 30% endirim qazanacaq. Bundan əlavə olaraq məsələn biz ona bütün viza dəstəyini görəcəyik, viza application-ını biz edirik. Vizada lazım olan sənədlər biz artıq öncədən ona bildirmiş oluruq. Amma universitetə özü apply edən tələbələr necə olur? Birinci qəbul olurlar, sonra universitetin viza compliance timi ilə əlaqə saxlayırlar və onlar onlara sənəd listi verirlər, o sənədə uyğun hazırlaşırlar. Məsələn, İngiltərədə belə bir qanun var ki, sən bankda 28 gün pul göstərməlisən. Oxuduğun təhsil haqqı plus yaşam xərclərini ödəməlidir həmin pul və bu 28 gün o bank hesabında qalmış olmalıdır. Amma tələbə son anda müraciət edir və son anda qəbul alıbsa, yəni bu artıq vizanı ala bilməyəcəm. Amma məsələn o tələbə bizə əvvəldən müraciət edəndə biz ona artıq öncədən məlumat veririk ki, falan ayda bu qədər hesabınıza pul qoymalısınız, bunu bu qədər gözlətməlisiniz. Yəni bu tip şeylər var. Bu magistrda çox baş verir. Bu il də çox oldu. Məsələn yanvar semestrində getmək istəyən tələbələr var. İngiltərədə yanvar semestrində universitetlər qəbul edir, bir çox universitet. Və cast deadline deyə bir məsələ var ki, hansı ki bu cast sənədi olmadan tələbə viza ala bilməz. Cast deadline-lar adətən dərs başlamadan 1 ay öncə bitir. Məsələn, dərsin yanvarın 15-i başlayacaq sizin dərsiniz, dekabrın 15-i bitməlidir. Məsələn, bizdə bir case oldu. Ada Universitetində oxuyurdu tələbə. Bizə referansdan gəldi. Daha doğrusu necə oldu? Bizə gəlmədən öncə bizə zəng elədi. Mən danışdım həmin tələbə ilə, biz qiymət dedim, biz razılaşmadıq. Baha bir servis göstərdiyimizi düşündü. Normal haldır. Razılaşmadıq və bitdi. Dekabr ayının əvvəlləri idi, ilk həftələri idi. Mənə zəng elədi. Necəsiz, nə var, nə yox? Dedim, çoxsan tanımadım. Çünki nömrəsini save etməmişdim, işini görmədiyimiz üçün. Amma sonra tanıdı və tanışdıq, verdi ki, kim vermişdi nömrəni falan. Yəni referans duran adam. Dedim, tamam, gəl ofisə danışaq. Və adamın mənə dediyi söz bu oldu ki, nə qiymət desə sevirsən, razıyam, işimi həll edin.
Məsələ nə idi? Tələbəyə conditional offer alınmışdı və conditionda göstərilir ki, dekabrın 15-nə qədər bütün conditionlar ödənməlidir, yəni bütün şərtlər ödənməlidir. Tələbə dekabrın 20-sindən sonra final imtahana girirdi və bu ən yaxşı ehtimalda dekabrın 26-sı transkript alacağını demişdi mənə. Amma bilirdim ki, ala bilməyəcək, yanvara qalacaq bu, təhsil girəcək, yanvara qalacaq və tələbə conditional offer aldığı şirkət dedi ki, biz öz öhdəlimizə düşəni elədik sənin üçün conditional offer. Sən condition tamamlaya bilmirsənsə, bizim burada bir belə də məsuliyyətimiz yoxdur. Ondan sonra tələbə gəldi bizə, mən onunla danışdım, biz razılaşdıq. Dedi mənə 26 dekabra qədər sənədi təqdim edəcəm. Biz razılaşdıq. Amma mən təxmin edirdim ki, edə bilməyəcək. Biz razılaşdıq. Mən ona şərti qəbulu aldım, verdim. Hansı ki, mənim qəbul aldığım universitetin normal standartda cast deadline 20 dekabr bitirdi. Mən ona dedim ki, problem deyil, 26-sına qədər edəcək. Və agentin üstünlüyü budur ki, universitetlə kontraktın varsa, sənə görə bəzi jestlər, bəzi güzəştlər edə bilirlər. Və tələbə yanvar ayının 6-sı bizə final transkriptini verdi və arayış verdi ki, məzun oldu. Və mən onun cast deadline-ı 1 ay uzatmışdım. Dekabrın ortası olan cast deadline-ı yanvarın 13-nə qədər uzatdıq və 6-sı sənədi verdi. Hal-hazırda da ki, bu gün elə vizaya girdi. İnşallah gələn həftə vizasını alır. İnşallah gedir təhsilini davam etdirməyə. İnşallah. Qəşəng. Maraqlı əslində belə кейslərimiz bizim çox olub. Mən belə düşünürəm. Və olub, özü apply eləyənlər də olub ki, hansı ki, özü apply eləyib universitetə. Kasını da alıb, sonra vizadan atqaz alıb, sonra bizə müraciət eləyib ki, mən apply edim universitetə qəbulumu, kasımı aldım, vizaya müraciət elədim, amma viza dokumentlərini düz yığmamışdı artıq. Artıq viza dokumentlərində elədiyi səhv, yəni onu ikinci dəfə belə də maddi bir xərcə salır. Çünki belə bir məsələ var da, orada viza rüsumları var. Viza rüsumları da az bir rüsum deyil. Məsələn, 500 funt priority ödəyir, $730 viza rüsumu ödəyir. Viza çıxmadığı halda belə o rüsum geri ödənmir tələbəyə. Yəni sonra da belə deyək, agentə gəlir əlavə pul ödəyir. Bunun üçün ki, onu bu işləri görsünlər. Belə deyirlər. Hə, 2 qat çətinliyə düşür. Ona görə məsləhətdir ki, agentlərlə işləsinlər və agentlərin dediyim kimi də bəzi universitetlərlə daha yaxın, sıx əlaqələri olduğu üçün cast deadline-lardır və digər şeylərdə agentlərə güzəştdir universitet. Əla. Ümumiyyətlə bütün sahələrdə bu şey var. Məsələn, atıram xaricdən bir alət almaq istəyirsən, bu da hansısa bir xidmət alışıdır, ümumiyyətlə təhsil alışıdır. Bir cihaz almaq istəyirsən, cihazı sən gedib almağa çalışsan və ya maşın gətirmək istəyirsən, indi ona da bir artıq müəyyən bir rüsumlar qoyulur. Sən tək gətirəndə istər-istəməz onun üstünə o qədər faizlər gəlir ki, Azərbaycandan gedib distributordan alsan daha uyğun qiymət olacaq. Bir var 1 dənə alsan, var 100 dənə alasan. 100 dənə alan adama təbii ki, bəzi şeylər daha uyğun qiymətə başa gəlir deyə. Əlbəttə. Düz əziyyət məsələsi var. Sən onu o qədər araşdırasan ki, bəlkə 1 il itirə bilərsən ortalıqda. Ən çox araşdırmada vaxt itirir tələbələr. Çünki o sənədləşmə proseduru onlar onu etməyiblər. Amma agentlərdə bu avtomatikləşib də. Yəni biz bilirik ki, məsələn, Erasmus Rotterdam'a gedən uşaq nə sənədlər yığmalıdır? Viza üçün, qəbul üçün, Estoniyaya gedən nə etməlidir? Yəni Latviya, Litvaya gedən nə etməlidir? Amerikaya gedən nə etməlidir? Dubay, İngiltərə, yəni bu tip məsələlər var da. Yəni sənədləşmə artıq bizdə əzbərə oturduğu üçün və hər gün sən eyni proseduru davam etdirdiyin üçün sənin üçün daha rahatdır. Nəinki bir tələbə özü araşdıracaq və bu sənədi görəsən düzdürmü, beləmi yollayım, bu motivasiya məktubunu beləmi yazdım, personal statementda beləmi yazılmalıdır, yoxsa yəni ChatGPT-ni istifadə eləmişəm, görəsən tutular, tutulmaz. Yəni bu məntiqli bu şeylər var. Ümumi götürsək istisnalar ola bilər, amma adamın ümumiyyətlə tələbənin vəzifəsi olmalıdır. Sən get hazırlaş IELTS və TOEFL və SAT və yəni gəl bizdə hazır. Otursan dərs oxu. Bəli, məsələ odur. Bizim əsas məqsədimiz odur. Tələbə gəlir, onun karyera planlamasını eləyirik. Yəni nələr lazım olacaq ona? Yəni İngiltərəyə gedirsə bizdə foundation oxuya bilər. Hansı ki bu bizim üstünlüklərimizdən biridir ki, foundation oxuyub birbaşa birinci kursa yerləşdirilir tələbəni. Gedib orada 3 il bakalavr təhsilini alır. Və ya Avropaya gedəcəksə ona uyğun hazırlaşdırır, karyera planını ona görə yazırıq. Yəni Türkiyədə gedəcəksə Türkiyəyə görə karyera planı. Yəni hansı hazırlığa gəlməlidir, nəyi almalıdır, hansı sertifikat almalıdır, IELTS mi almalıdır, TOEFL mi almalıdır, SAT mi? Bunun hamısını tələbəyə izah edirik və ona uyğun karyera planlamasını edirik. Artıq tələbə 9-cu sinifdə bizə gələndə bizim üçün də rahat olur, tələbə üçün də rahat olur. Biz onun üçün hər şeyi A-dan Z-yə edirik. Ən yaxşı vaxt ümumiyyətlə 9-cu sinifdə. Dünənləri bacımla danışıram. Onun da uşağı var, hardasa 2-ci, 3-cü sinifdə oxuyur. Dünən bir saat, bəlkə gecə 3-ə qədər danışmışıq ki, bu hansı sahəyə yönəlsin də. Məsələn, robototexnika mı, süni intellekt mi və s. və s. Yəni artıq bu yaş biraz da aşağı düşüb. Bəzən valideynlərə deyəndə ki, xüsusilə köhnə nəslin valideynlərinə deyəndə də bəzi valideyn var ki, məsələn, atıram yaşı 40-dır, 9-cu sinifdə övladı oxuyur, bəzilərinin yaşı 60-dır, onun da övladı 9-cu sinifdə oxuyur. Biraz köhnə nəsil
düşünür ki hələ tezdir. Bəli, Deyir, hələ tez. 25 yaşında başlayardır, o 25 yaşında bu adam uje ailə quracaq. Yəni sən artıq 9-cu sinifdə, 8-də buna qərar ver, harda işləyəcək? Bəli. İndidən yönləndir, planlamasını indi qoy. Həyat çox sürətlənir çünki. Bəzi adamlara bu qəribə gələ bilər. Bəli, biz bu кейsdən çox rastlaşırıq. Tələbə 11-ci sinifdə oxuyur, gəlir. Valideyndir, tələbədir, sentyabr ayında 10-cu sinifi bitirib, gəldi, danışırıq, nə istəyirik? Məsələn, ingilis dilli bir ölkədə ingilis dilində təhsil almaq istəyir. Yəni tələbənin ingilis hissəsi necədir? Daha öncə özəl məktəbdə ingilis dilində mi oxuyub, dövlət məktəbində oxuyub? Yəni %70 кейsdə ingilis dilini bilmir tələbə. Gəlirlər 11-ci sinifdədir, A1 A2 levelındadır tələbə və buna müəyyən ən azı bir il lazımdır ki, yaxşı bir IELTS nəticəsi əldə etsin. Yəni 6-5 əldə etməsi üçün müəyyən bir zaman lazımdır və ya Türkiyəyə gedəcək, bunun üçün YÖS və ya SAT lazımdır tələbəyə. Yəni adətən tibbə gedən tələbələr üçün danışıram. Bəzi universitetlər əlbəttə ki, attestatla qəbul edilir və ingilis dilində oxuyacaqsa tək dil sertifikatı bəs edir. Amma deyir tələbə oğlum tibb oxusun, SAT-yə də hazırlaşsın, 11-ci sinif attestatına da hazırlaşsın. Yalnız TOEFL-a da hazırlaşsın. Uşaq bunu çatdıra bilməz axı. Yəni bu biraz absurd və SAT-yə hazırlaşmaq üçün ən azı intermediate levelda ingilis dili bilməlidir. Intermediate level'a bu tələbəni qaldırmamız üçün ən azı bizə bir yəni yox yerdən 5-6 ay vaxt lazımdır ki, yəni keyfiyyətli təhsildən. Bu bəzi tədris mərkəzləri deyir, biz 1 aya IELTS ya o absurd bir şeydir. Yəni bu belədir. Bu gün Oxford, Cambridge kimi universitetlərinin araşdırmaları var ki, bir insan bir dili öyrənməsi üçün müəyyən bir saatlar lazımdır. Bu tək ingilis dili öyrənmək haqqında deyil. Məsələn, İtalyan, fransız dildə öyrənə bilər tələbə. Yəni təbii ki, dili mənimsəmək məsələsi var və bunun üçün də müəyyən saatlar lazımdır. 11-ci sinifdə gələn tələbə üçün bu çox ağır olur ki, həm dili öyrənsin, həm SAT-yə hazırlaşsın. Yəni SAT hazırlaşmaq üçün intermediate level bilməlidir. Yəni bu məsələlər var. Düzdür, bəzi kurslar deyir ki, biz 1 aya öyrədirik. Keyfiyyətli təhsil üçün zaman lazımdır. Həsən bəy də tam razıyam. Tələbənin bir dil öyrənmək üçün müəyyən bir vaxt, müəyyən bir saatlar lazımdır. Amma hər şey tələbənin özündən asılıdır. Tələbə var ki, öz üzərində işləməyi bacarır. Konkret bir istiqaməti var ki, məsələn, mən bu dili öyrənəcəm 1 ay yox, məsələn, ən azından bir 2 aya, 3 aya levelimi qaldıracam. Məsələn, o artıq dediyim kimi, düzdür, müəyyən bir saatlar, müəyyən bir vaxt tələb olunur dil öyrənmək üçün, amma hər şey tələbənin və müəllimin metodikasına çox şey asılıdır. Yəni hər şey onlar dəyişir belə deyərdim. Yəni də ümumi bir standart var, amma tələbə öz üzərində sürətli formada çalışsa, bu effekt verə bilər və mən müəyyən hallarda görürəm ki, məsələn bizim müəllimlərimiz var da, Cəli müəllimə, İftixar müəllim ki, müəyyən dövrdə onlar öz metodikasının da üstündə işləyir ki, məsələn, atıram tələbə bir şeyi 5 ay öyrənirsə, necə onu 4 aya sala bilərik, necə onu 3 aya sala bilərik, daha sürətli və daha davamlı öyrənməsi üçün və müasir texnologiyalarda necə onun təhsilinə tətbiq edə bilərik. Bunlar da əslində proseduru sürətləndirir. Mən düşünürəm ki, tədris mərkəzi daimi olaraq müəllimlər, məsələn, atıramda bir X müəllim var, bir şeyləri bilir, amma o demək deyil ki, 3 ildən sonra da bu eyni bilgini insanlara öyrətməlidir. Mütəmadi olaraq öz bilgisinin üzərində işləməlidir. Necə ki, məsələn, IELTS-in sistemi indi yenilənir, TOEFL-un sistemi dəyişir. Elə biz imtahan mərkəzi ilə birinci məlumatları bizə gəlir onun. Ki, bunlar yenilənir, bunlar dəyişirsə, metodika da dəyişməlidir. Yanvarın 21-dən sonra TOEFL sistemini dəyişir, tələbə köhnə metodika ilə öyrənib və gedir imtahana və şok yaşayır ki, bu necə olur? Acınacaqlı hal odur ki, bunu bilməyən şəxslər də var. Yəni tədris edən insanlar var ki, bazarda deyir dəyişəcək, xəbərim yoxdur. Bəs sən nə öyrədirsən? Tələbəyə maraqlan gör. Belə hallar da var təbii ki. Ona görə lazımdır ki, daha innovativ, lap əvvəldə vurulacaq. Misal, tədris şirkəti olan şəxslər var. Yaş çoxdur. Yaş artdıqca düzdür, yaşla bunu həmişə bağlamaq doğru deyil. Hardasa bir qanun uyğunluq var da. Yaş artdıqca düşünürsən ki, köhnədə hər şey daha doğru idi. Sovetin tədrisi bir başqa, amma elə deyil də. İndi daha sürətli, dinamik dəyişir hər şey. Belə. Bizim əslində bugünkü mövzu bura qədərdir. Ümumi götürsək 1 saatda danışırıq dayanmadan. Maraqlı nöqtələrə toxunduq. Yəni istəmirik mövzunu da uzatmaq və hər dəfə belə bir mövzu haqqında ümumi danışmaq istəyirik. Xarici təhsil olsun, IELTS olsun, TOEFL olsun və məqsədimiz odur ki, bunu əsasən tələbələr və onların valideynləri dinləsin. Spotify-da da olacaq, YouTube-da da olacaq. Hissə-hissə bunu Instagram-da da paylaşacağıq. Belə çox sağ olun bizi dinlədiyinizə görə. İnşallah növbəti səfər görüşərik.